درباره فضایل حضرت امیر çox deyilibdir, şücaətindən, idalətindən, cihadda şirkət eləməklərindən. Amma hamıdan böyük fəziləti şayad budur ki, با اینکه çox təlaş oldu Həzrətin fəzailin kitman eləsinlər, qoymasınlar, camiədə bəyan olsun. Vəli ondan sonra görürük ki, indiyəcən بعد از 14 قرن 15 قرن keçəndən sonra yenə də Həzrətin fəzaili deyilir. Şayət bu özü böyük fəzilətdir ki, Həzrətin fəzailin qabağını aldılar dilman, vəli Həzrət yenə də dillərdədir, fəzaili dillərdədir. Liza mən sevdim ki, burada neçə fəziləti Əmirəl-Möminin ki, özü bəzi yerdə əshabdan iqrar alıb bu məsələyə, bunu ərz eləyəm xidmətinizə. Ki, bu fəzailidir ki, muxtəss xod Əmirəl-Möminindir. Ayrılarda bu yoxdur. Bu rivayəti neçə təriqdən deyilibdir. Hətta Həzrət Əbu Abdullah İmam Hüseyin əleyhissalam da bu rivayəti bəyan eləyibdir. O fəzaili neçəsini mən ərz eləyim, əzbab bu üçün inşallah مورد مرضی خود حضرت قرار tapar. Biri budur ki, بعد از اینکه Mədinədə o evləri ki, qapıları açılardı Məscid-i Mədiniyə, Məscid-i Nəbiyə, Peyğəmbər dəstur verdi ki, onların qapıların bağlasınlar, illa Əmirəl-Möminin və Həzrət Zəhranın qapısı. Bəzi sözlər deyildi, mətalib deyildi ki, Peyğəmbər özünün və istilah əmri ilə bu qapını bağlar. Həzrət buyurdu ki, ma ənə sədəttu əvvabukum. Mən sizin qapılarınızı bağlamamışam. Və fətəhtu babəh. Və Əlinin qapısını açıq saxlamışam. Nə olubdur? Amma lakinnəllah əmərəni bisəddə əvvabikum. Allah mənə əmr elədi ki, sizin qapılarınızı bağlayam və fəth babı. Bu bir fəzilət. Ki, heç kəsin bu fəzilətdə misli Əmirəl-Möminin yoxudur. İkinci, hədis-i qədirdir. Ki, بعد از اینکه ابلاغ elədi vilayət Əmirəl-Möminini, Peyğəmbər Əzimüşşən İslam buyurdu ki, liyəbliğəl şahidul qaibə. Onlar ki, buradadırlar, qaiblərə xəbər yetirsinlər. Üçüncü, hədis-i mənzilətdir. Təbukda, vaxtı Həzrət Mədinədə qaldı, Peyğəmbər buyurdu ki, Əntə minni bi mənzilət Harun min Musa. Bu da mənzilət Əmirəl-Möminin ki, Harun Həzrət Musanın qərdəşidir, vəsisidir, xəlifəsidir. Bu da bir mənzilət. Dördüncü, mübahilə cəryanındadır. Ki, Əmirəl-Möminin bu ünvanı nəfs-i Peyğəmbər mərrifi olubdur. Burada bir rivayəti digər ərz edeyim. Ayrı bir rivayətdə vardı ki, Peyğəmbərdən soruşdular ki, əshabının barəsində bir mətalib idi. Hərəsindən bir söz dedi, hərəsinin bir xislətin Həzrət buyurdu. Bəzilər dedilər, dərbarəyə Əli bir sözdür.
فرمایش پیامبر budur ki, siz məndən dərbari mərdum soruşdunuz, özümdən soruşmadınız ki. Rivayətin mətni budur ki, İnnəmə səəltəni ənin-nas. Xalqdan ötürü məndən sual soruşdunuz, xüsusiyyatı o birisi əshabı soruşdunuz. Ləm təsəlni ən-nəfsi, özümdən soruşmadınız ki. Bu nəfs-i peyğəmbərdir. 5-ci fəziləti də ərz edeyim və axirin olsun inşallah. Hədis-i levay Xeybər. Hamımız eşitmişsiniz ki, 3-cü gün Xeybərdə Peyğəmbər bu cür buyurdu. Ləədfəuhu ilə rəculin. Mən bu pərsəmi levanı, bayrağı verəcəm bir nəfərin əlinə. Yuhibbuhullahu və rəsuluh. Allah onu sevir, Peyğəmbəri də onu sevir. Və yuhibbullahu və rəsuləh. O da Allah'ı sevir və Peyğəmbəri Xudavənd Müteala sevir. Kərrarun qeyru fərrar. Bu bir şəxsdir ki, həmlə elər, dalı etməz. Yəftəhəllah biyədih. Bunun əli ilə bu Xeybər fəth olacaqdır. Fəzail digər var, şayət o birisi başqa bir fəzail vardır ki, burada çün vaxtımız azdır, istəyək rədif eləyək, sayaq bunları, neçə dənə olar, neçə bir kitab yazılar. Liza bu fəzail idi ki, Əmirəl-Möminindən gizlətdilər, demədilər, bəyan eləmədilər. Amma elə oldu ki, Allahın iradəsi bu idi ki, hətta Məsihi əfrad da dərbarə Əmirəl-Möminin və fəzail Əmirəl-Möminin mətləb yazsınlar. Elhamdülillahi Rabbil aləmin və sallallahu ala Muhammedin və alə tahirin.